Verilmiş miqdarda qazla təchiz edilmiş qablarda atom sayını müqayisə edin. Deməli, qablarda olan qazların mol miqdarını tapmaq üçün düstur nü bərabərdir m bölünsün m-dir. Yəni, verilmiş kütləni həmin maddənin molyar kütləsinə bölməklə o qazın neçə mol olduğunu müəyyən eləyə bilirik. Deməli, bizim 4 qabımız var. 1, 2, 3, 4. Hər qabda ayrı-ayrılıqda maddə miqdarlarını müəyyən eləsək, birinci qabda oksigendir. Deməli, kütləsi m verilib, molyar kütləsi 32-dir. İkinci qabda da eyni ilə m qram ozon verilib, molyar kütləsi 48. Üçüncü qabda m qram azot verilib, molyar kütləsi 28 və dördüncü qabda m qram NO2 verib, nisbi molekul kütləsi 46 eləyir. Deməli, bizdə məsələdə atom sayı dediyinə görə O2 olduğunda hər molekuldan 2 atom çıxır. Bu sayı 2-yə vuraq birincini. İkincidə O3-dür. Hər molekuldan 3 atom çıxır. Onda bu molekul sayını, mol sayını 3-ə vurasıyıq. Üçüncü qabda N2, 2 molekulda 2 atom var. 2-yə vururuq. Üçüncüdə NO2-də 3-ə. Birinci M bölünsün 16. İkinci m bölünsün 16. Bu deməkdir ki, artıq bu ikisi bərabər olmuş olacaq. Üçüncü m bölünsün 14. Dördüncüsü də 45 olduğunda 15 olasıydı. 3-dən xəsə təqribən 15 tam neçəsə bir qiymət alınmış olacaq. İndi artıq biz bu kəsirləri məxrəcinə görə müqayisə eləyə bilərik. Ən kiçik məxrəci olan 3-cü kəsirdir. Deməli, 3 böyük olacaq. Dördüncüdən o kəsirin məxrəci təqribən 15-dir. O da böyük olacaq birinci və ikincidən, amma birinci və ikinci öz aralarında bərabərdir. Deməli, doğru cavab olacaq B bəndi.